Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Ebil Qasimi Muhammedinil Mustafa ve alihi tahirin. İnşallah adət olunduğu tərzdə dərsdən qabaq bir fətva möminlərin nəzərinə çatdıraq ki, biz bu fətvanı bir dəfə, necə deyərlər, dərs əsnasında yox, bir başqa ünvanla möminlərin nəzərinə çatdırmışıq. Mövzu nədən ibarətdir? Bu fətvanın mahiyyəti nədən danışır? Biz dindarıq, biz şəriət adamıyıq, biz çalışırıq Allaha xidmət göstərək qüdrətimiz əzmində. Aleykum salam. Hər bir siyasi mərhələdə və yaxud iqtisadi mərhələdə müəyyən alver növləri ortaya çıxır. Və yaxud hüquqi baxımdan qanunsuz sayılan şey müəyyən bir yerdən lisenziya alsa, həmən o şey olacaq qanun. Amma o kağız əlində olmazdan qabaq həmən o şəxsi tuta da bilərlər, istifadə elədiyi yerdə o alətlər müsadirə də oluna bilər və s. və s. Amma bu parça kağız olan kimi bu qadağan olan şey olur bir rəsmi bir şey. Bizim dünya qanunları ilə işimiz yoxdur. Biz əhl-i beyt şiyyələri təqlid əhli olduğumuza görə, müctehidə təqlid elədiyimizə görə hər bir burada oturan və bizi dinləyən əhl-i beyt şiyyələri hal-hazırda ələm müctehidlərimizdən birinə təqlidi vardır. Lillahil-həmd. Allah Teala bütün müctehidlərimizi hifz eləsin və təqlid eləyən möminləri də Allah Teala hifz eləsin. İbadətimizi, alverimizi biz tapşırmışıq müctehidlərimizə. O şeydə ki, mən böyük mənfəət əldə eləyə bilərdim, müctehid qərar çıxardanda ki, bu alverlə bu mənfəət ki, əldə eləmsən, o sənə haramdır. Mən də barışıram bu fətvə ilə. Məsələn, bəzi əksər müştehidlərimizin nəzərində lotereya oynamaq haram. Bir nəfər həmən bu oyunu oynayır, 1 milyon manat və yaxud dollar pul udur bu oyun nəticəsində. Bu böyük məbləğdir. Bu adamın həyatında ağla sığmaz bir dəyişiklik eləmək mümkündür. Özünə maşın ala bilər, ev ala bilər, bir ticarət müəssisəsi düzəldə bilər filan. Müştehiddən soruşur, müştehid deyir ki, bu tərzdə olan qazanc nədir? Haramdır. Müştehid demir, onu gətir, ver mənə. O haramı nə müştehid yiyir, nə sən yiyirsən. Olmaz. Aparıb qaytaracaqsan nəyə? Sahibinə və yaxud o müəssisə ki, həmən bu oyunu ortaya atır. Hətta böyük bir məbləğdə gəlir əldə eləyəndə şiyə təqlid elədiyi müştehid ona deyəndə ki, bu şey haramdır, ondan nə eləyir? İmtina eləyir. Son zamanlarda, son zaman deyəndə götürür bir 90-cı ildən yuxarı. Sekavoy biznes adı ilə məşhur bir alver var. Cürə-cür adları var. V-Max, Supermax, nə, ad əhəmiyyət kəsb eləmir. Piramida şəklində alver. Həmən bu alver hansı adda olursa olsun, əli cibva qoyursan, bax belə. Nə də günün altında durmursan, nə də daş daşımırsan, nə də ki, bazarda heç bir şey eləmirsən. İlk girişdə girişin şərti odur ki, nəsə almalısan, müəyyən məbləğ qoyulur, aşağı ala bilməzsən, yuxarı yeri var, amma aşağının yeri yoxdur. Və qazanc əldə eləməyin də yolu gərək sən özündən 2 nəfər gətirməlisən, 3 nəfər gətirə də bilməlisən.
Yenə təkrar edirəm. Şu anda araq satılır. Allah Quran-ı Kerimdə buyurub, araq haram. Nəşə, tiryək, girayin filan satılır. Allah deyir haram. Satan bilir satır, bilmir satmır da o onun şəxsi vəzifədir. Qiyamət günü cavab verəcək. Və biz qapı-qapı düşüb və tükan düşüb qapı döyə bilmərik ki, bu şey olar, bu şey olmaz, bu şey olar, bu şey olmaz, bu kalbasa halaldır, bu kalbasa halaldır, filandır. Bu şeyləri tükanın sahibi özü bir növ araşdırmalıdır. Həmən bu işə möminlər bu tərzdə alverə. Yəni burada necə deyərlər? Şəxsə kələ gəlinmir ki, məsələn, sən pul ver, mən sənin üçün, məsələn, bu dəmiri eləyəcəm qızır. Şəxsə qabaqcadan başa salınır. Hər tərəfli sənin əldə gəlir gətirməyin üslubu belədir, filandır, qabaqcadan bilir, şəxsə razılaşır. İndi şəxs razılaşdı da, razılaşmadı da, onun mövzuya dəxli yoxdur. Şəriətin hökmü nədir? Şəriətin də hökmü şəxsin özü əldə eləyə bilər, yəni Quran-ı Kerim, Peyğəmbər hədislərini araşdıracaq, oradan nəticə əldə eləyəcək ki, həmən bu tərzdə olan alver halaldır ya haramdır. Əgər şəxs özü bacarmırsa, təqlid elədiyi müştəhid bu şeyə rəy bildirməlidir. Təqribən bir neçə ildir bu suallar verilir, cavablar alınır. Təqribən 24 müctehid bu işin haram olmasına fətva verir. 24 müctehid. Biri başa düşmür. Biri məktəb oxumayıb. Biri universitet oxumayıb. Da Şiyə məzhəbində müctehid qalmadı. Ola bilsin bir nəfər desin ki, bu şiyələrdə belədir. Digər məzhəblərdə halaldır. Xeyr. Digər məzhəbin də fətvası burada əlimiz altında vardır. Qeyd eləyəcəm. İslam aləmində həmən bu alverə nə şiyəsi, nə də əhl-i xilafı icazə verməyib. Haram deyiblər ki, haram. İndi o adları oxuyacam və sual nədən ibarətdir, onu da oxuyacam. Sadəcə və qısa bir fikir oyatmaq istəyirəm. Həmən bu alver İslam dinində səmsərə deyilən bir alverdə rola yaxın bir şeydir. Səmsərə nədir? Məsələn, qardaşımızın avtobusu var. O oturur avtobusunda, bir başqa qardaş olan müştəri tapır. Küçədən onu dəvət eləyir, zəng eləyir filan kəsə. Ümumən, avtobus sahibi ilə sərnişin arasında olur vasitə. Biz loru dildə düşür, simsar, simsar elə ərəb gəlməsidir. Cürə və cür adları ola bilər. O simsar əziyyəti müqabilində pul ala bilər, cavab bəli ala bilər. Məsələn, sən üçün 10 müştəri tapmışam, 10 müştərinin hər birindən mənə 1 manat verəcəksin. Təbii ki, qabaqcadan şərtləşmə olur. Nə ki, məsələn, mən işdən keçəndən sonra deyim ki, yox, mən yarısını istəyirəm, gəlirim. Qabaqcadan şərtləşmə olur. Bunun müqabilində bu adam muz ala bilər, cavab bəli. İndi həmən bu sitəvol biznes, hərəm və yaxud nə ad qoyurlar, qoysunlar. Bu alver, bu məsələn icazə verilən həddədir ya, cavab verilir ki, xeyr, elədir. Bunlar özü istehsal elədiyi bir şey satmırlar. Məsələn, Azərbaycandakılar. Xarici ölkədən istehsal olunan hər hansı bir şey üçün Azərbaycanda nə tapırlar? Müştəri tapırlar. Əvvəl özü olur müştəri. Elə bir şey özü alır. Sonra şirkətlə, həmin o şirkət ki, istehsal sahibidir, onu ilə bir növ say artırmaqla müştəri tapır. Yəni ki, özü qazanması üçün gərək kiməsə onun malını satmalıdır. Şəriətimizdə yoxdur ki, sən simsarlıq eləyəndə qabaqcadan nəsə almalısan. Yəni, simsarlıq halaldır,
Amma qabaqcadan sən pul verib simsarlıq eləyəcəksən, bu iş haramdır. İkinci, simsar olmaq üçün gərək 2-3 nəfərdə dalaşdırasan ki, sənə icazə verim, simsar olasan. Bu iş də haramdır. Simsarlıq özü halaldır. Amma simsar olmaq üçün mənə nəsə verməlisən. Və özün də nəsə qazanmaq üçün 2 nəfər gətirməsin, səni simsar götürməyəcəm, şəriətdə belə bir şey yoxdur. Bu simsarlıq baxımından bu əməlin batil olması və eyni zamanda da həmən bu şirkətlər ola bilsin Azərbaycanın müəyyən universitetlərində tədris olunsun. Eybi yoxdur. Məsələn, fəlsəfənin haqqı da var, batili də var. Fəlsəfənin haqqı da var, batili də var. Hətta müəllim bunun batil olduğunu bilə-bilə tədrisin eləyir. Ona lazımdır ki, neynəsin? Dərsin keçsin və həqiqəti izah eləsin, tərəf müqabil qəbul edir. Yəni, bu əməlin hər hansı bir yerdə tədris olunması onu şəriət həddinə gətirib çıxarmır. Ola bilsin tədris olunsun, ola bilsin vergi verirlər. Adicə bir nəfər bir dönərxana da açsa, bu vergisini verəcək, yəni vergi vermək. Hər hansı bir yerdə onun tədris olunması bu əməlin şəriət əməl olmasına dəlalət eləmir. Gəlin təsəvvür eləyək gün. Bir qısa bir müqayisə. İndi biz bu İslam iqtisadçılarının fikri belədir. Həmən bu alverlərə icazə vermək o deməkdir ki, ölkənin iqtisadın mərhələ məhv eləmək. İndi misal olum siz üçün. Gəlin bazar sistemin keçirdə gün bu setavoy biznesin gündəliyinə. Bir nəfər bazarda kərtof satmaq istəyir. Bu kərtofu satmaq üçün nə etməlidir? Əvvəl bu adamın ixtiyarı var ki, Azərbaycanda istehsal olmuş kərtofu satsın? Yox. Gərək o şirkət ki, müəssisdir, unu da o gətirəcək, kərtofu da o gətirəcək, əti də o gətirəcək, necə Hindistandan, oradan buradan ət gəlmir. Həmən o şeylər də, həmən o şirkətin vasitəsi ilə gəlib çıxacaq. Əgər yox, biz daxili özümüzün Azərbaycan sayağı setavoy biznesi yaratmaq fikrimiz varsa, hələ bazarda satıldı, sən əlavə 2 nəfər gətirdin, burada bu işə qurşanan fikir verməlidir. Mən o 1 kilo kərtofu bu şirkət vasitəsi ilə aldım və yaxud getdim bazardan aldım, mən bir fərq görürəm, görmürəm. Əgər fərq görmürsə, deməli bu adamın nəzərində nəsə bir problem var. Yəni, müzakirəsi genişdir, onunla vaxt almayın. Sadəcə olaraq bir sualı oxuyun və fəqət sonra ünvanları deyəcəm. Sonra kim şəkkə düşsə ki, filan müşteri belə şey deməyib, qabaqcadan bizə zəng vursun, biiznillah. Desin ki, 4-cü gün gələndə iqbaları gətir, filan müşteri belə şey deməyib. Və biz də gətirək, sübut eləyək ki, həqiqətən də bu şeylər deyilir. Bir nəfər bu işlə məşğul olan rəhmətli Fazıl Lənkəranın adından yalan danışdı. Dedi ki, Şeyx Fazıl Lənkəran ağa mənə deyib ki, halaldır. Həmən bu alver halaldır. Biz oradan da hələ zəng vurduq ağanın dəftərinə, oğlu ilə də əlaqə saxladıq və məktub da göndərdik, məktubun cavabı da gəldi. Məktub belədir. Əssəlamu aleykum və rəhmətullah və barakatuh. Müəyyən kəlamlardan sonra deməli, bəziləri nəql edib ki, Şeyx Fazıl Lənkərani ağa həmən bu sadalanacaq doğrusu suallarda qeyd edəcəm. Bu setavoy biznes, Qüsnetdir, Qustqoltdir, Vimaxdir, filandir, nə adı olursa olsun, bunlarla çalışmağa icazə verir. Cavab belə gəlir. La yəcuz ələ ray səmahəti şeyxil mərcə quddisə sirrahu. Rəhmətli Şeyx Fazıl Lənkəraninin rəyinə əsasən la yəcuz, icazə verilmir bu sadalanan şirkətlərlə al verilmək və mə nuqilə anhu rahiməhullah teala kəzib. Rəhmətli Şeyx Fazıldən də nəql olunan yalandır. Yəni kim Şeyx Fazılın adından bu şirkətlərdə halallıq, şəriət iddiası eləsə, həmin adam yalan danışır. İndi Şeyx Nasir Məkarim Şirazinin
fətvasını oxuyun, sonra fəqət adlar qeyd edim üçün çoxdur, vaxtı almayalım. Təqribən 20-dən yuxarı müştəhid. Deməli, sual belədir. Selamun aleykum və rəhmətullah və barakatuhu. ظهرت في البلاد الإسلامية عدة شركات تعمل وفق مفهوم تنظيم الهرمي. İslam ölkələrində bəzi şirkətlər peyda olub. Onlar piramida şəklində internet vasitəsilə alver qururlar və yüsəmmə əhyənən təsviq-i şəbəki və yaxud bəzi vaxtlar şəbəkə alveri ki, o setavoy biznes deyirik, bu adla çalışırlar. Və yaxud bəzi vaxtlar təsviq mütəəddid ət-təbəqat, müxtəlif təbəqələr filan zürəbəcür adlar ki, təki bu işə bəraət qazandırır. İndi şirkətlərin adını sadalamışam burada. Bu şirkətdən Gold Quest, Questnet, Biznas, VMAX və buna bənzər şirkətdir. Fəmə hukmü təamül mə hadihi şirkət. Bu şirkətlərlə işləməyin hükmü nədir? Və idə kənəl hükm huvəl hürmə. Əgər siz haram fətvası vermiş olsunuz, fəkeyfə yətəsarraf mən təamələ mə hadihi şirkət qəblə ilmihi bil hükm. Bir nəfər bilməyib ki, bu şirkətlərlə alver eləmə haram. Oradan qazancı var. Əldə elədiyi qazancı, bu adam nə eləməlidir? Götürüb ələ belənsi, atsın küçüyə. Cavab. Birinci, Şeyx Nasir Məqarim Şirazinin müqəllidləri. Ağa geniş cavab verir, lazım olan hissəsini nəzərizə çatdıran. Ən-nəşatatil mərmuzə əl-iqtisadiyyə li-şirkət Gold Quest və kullu şirkətil müşabihət daxiliyyə vəl-xariciyyə leysə məşruh. Sualda qeyd olunan şirkətlər bunlarla iş görmək və bunların işi şəriətə uyğun deyil. Təşbəhul qimar, bu qumara bənzir və sair kəlmələrdə qeyd edir. Şeyx Nasir Məqarim Şirazi ağada hardır? İndi gəlirik Ayətullah-ül Uzma Şeyx Vəhid Xorasani ağanın müqəllidləri. Şeyx Vəhid Xorasani ağadan da sual olunur. Şeyx Vəhid Xorasani ağa buyurur ki, cavab fastilindədir məndə. Bənabər ehtiyat vacib-i müəkkəd muamələkərdən bain şirkətə caiz nist. Bu tərzdə olan şirkətlərlə alver eləmək haram. 301 nömrəli sual. Ayətullah Seyyid buyurucurdur. Eyni sual göndərilir, ağa da buyurur, la yəcuzu təamulu mə'ha. Bu şirkətlərlə alver eləmək haramdır, icazə verilmir. Ayətullah Haşimi Şəhrudi. Eyni sual və eyni cavab, icazə verilmir. Ayətullah Seyyid Ələvi Qurqani. Eyni sual və eyni cavab, haramdır. Ayətullah Şəmsiddin el-Vaidi. Eyni sual, ağa buyurur, yəhrimut təamul mə'ə şərikat min hadən növ. Bu növdə olan şirkətlərlə alver haramdır. Bə'də zalikə Seyyid Əli Xameneyin müqəllidləri. Eyni sual, ağa buyurur ki, la vəcəhə şər'ən lihadihil muamələ. Bu şirkətlərlə alver eləməyin heç bir şər'i sifəti yoxdur. Və la yəmlikül mal və la yumləkül mal bi izahihə. Bu şirkətlər yolu ilə əldə olunan mala da, mülkə də şəxs malik deyil. Bəli. Sonra deməli, Ayətullah Şeyx Yaqubi Nəcəfil Əşrəfdən, Şeyx Məhəmməd Yaqubi, eyni sual, 2 səhifə cavab, ağa da haram buyurur. Ayətullah Seyyid Sadiq Şirazi, təqribən əlimdə olan istiftada 14-cü istiftadır. Burada da ağa ilə istifta eləmişdir, cavab verir ki, bu şirkətlərlə əlaqə qurmaq haramdır, olmaz. Məsləhət görür ki, möminlərə məsləhət görür ki, daxili istihsala güc versinlər. Nə ki, xaricin malların daxildə satışına şərait yaradılsın. Sonra Ayətullah Şeyx Yədullah Düzdüzani eyni sual göndərilib və ağada haram, batil sayırəsən deyir ki, batildir. Ayətullah Seyyid Əli Muhammed Dəstiqeyl o ağada da haramdır.
Ayətullah Seyyid Müdərrisi haramdır. Sonra deməli, Ayətullah Seyyid Məhəmməd Şəhrudi ağada da haramdır. Ayətullah Yusuf Sani'də də haramdır. Ayətullah Şeyh Hüseyin Məzahiridə də haramdır. Ayətullah Seyyid Sistani'nin müqəllidləri, diqqətli olun. Ağanın kəlməsini oxuyuram. Səmahət-i Seyyid Həfəzəhullah la yurəxxəsud duxul fi ə'mal mithl hadihi şərikat. Qeyd olunan şirkətlərlə əlaqə qurmağa Seyyid Sistani icazə vermir. Ayətullah Nuri Həmədani o ağada icazə vermir. Ayətullah Şeyh Muhaqqıq Kabuli o da icazə vermir. Ayətullah Seyyid Kəmal Heydəri o da icazə vermir. Sonra deməli, Ayətullah Musəvi Ərdəbili o da icazə vermir. Ayətullah Şeyx Safi Gülpeyqani o da icazə vermir. Və sonuncu deməli, Ayətullah Seyyid Murtaza İsfahani Müəssəsət-i Sıftayının bir növ idarə edən şəxs o da icazə vermir və İslam dinini zərbələnmək üçün təşkil olunan bir şirkət kimi sayır və Ayətullah Seyyid Səid Həkim də icazə vermir. Və sonuncu əhl-i xilafın İslam vibdir ya vibdir? İslam vib. Həmən onların mərkəz fətvası, fətvanın nömrəsi 35492-ci fətva. Həmən bu növ alver soruşulur. Ağa buyurur ki, həmən bu alver haramdır, olmaz. Deməli, xülasə bir nəfər şəriətin haram buyurduğu şeyi satırsa, alırsa, onun şəxsi işidir. Biz onun şəxsi işinə qarışa bilmərik. Biz fəqət şəriət məsləhəti verə bilərik ki, şəriətdə bu şey haramdır. Şəriətdə bu şeyə icazə verilmir. İndi 24 müştəhid deyir haramdır. Bir nəfər, iki nəfər, üç nəfər deyir nədir? Məsələn, halaldır. Eybi yoxdur. Sən öz təqlidi elə, bu ağada neynəsin? Öz təqlidin eləsin. Fətva verilən məqamda şəxsin ixtiyarı yoxdur ki, öz müştəhidini tərk edib, dünyaya xatir, ahirəti satıb, dünyaya xatir müştəhid dəyişsin. Özü də bu bəyənilməz günah əməllərdən. Salavat zikri Muhammed var. Allah!